Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 23-ü, həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq. News 365 saytı xəbər verir ki, bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan ümumi təhsil haqqında qanun layihəsində öz əksini tapıb. Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Bu addımın layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə demək qənaətin edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədi ilə atıldığı deyilir.